Salam değerli izleyicilerimiz, değerli dinleyicilerimiz. Mən bu şeiri Cəbrayıl rayonunun Xanaqabulaq kəndindən olan bizim qazi qardaşımız Mahmudun istəyi ilə onun 1-ci Qarabağ müharibəsində itkin düşən şəhid qardaşı Allahquliyev Mahir Məhəmmədoğlunun xatirəsinə həsr eləmişəm və xüsusən də onu vurğulayım ki, bizim qazi qardaşımız Mahmudun və şəhid Mahir qardaşımızın atası özü şəhid övladıdır. 41-45 müharibəsindəki şəhidlərimizdən birinin övladıdır. Məhəmməd kişi. Mən zaman şairi Şair Kürdoğlu qələmə alıb itkin şəhidimizdən yazmışam ki, ay itkin şəhidim dözmür ürəyim. Ay itkin şəhidim dözmür ürəyim. Sevinci axtarıb gəzmür ürəyim. Dərdimi, qəmimi çözmür ürəyim. Mənim itkin olan şəhid qardaşım. Mahmudam ağladır gözlərim məni. Bükülüb saxlamır dizlərim məni. Yandırır sinəmdə közlərim məni. Mənim itkin olan şəhid qardaşım. Anan Rasta xanım gözü nəmlidir. Atan Məhəmmədin üzü qəmlidir. Yanır ürəyimin içi şəmlidir. Mənim itkin olan şəhid qardaşım. Üzümü görməyən övladın qalıb. Üzünü görməyən övladın qalıb. Gözünü həsrətin yolundan salıb. Səni arzulayır, kədərə dalıb. Mənim itkin olan şəhid qardaşım. Mənim itkin olan şəhid qardaşım. Mən zaman şairi Şair Kürdoğlu Tural Laçın.